Məhəbbət iksiri. İkinci bölmə, ikinci fəsil. Qeybi yardımlar. Nəhcül Bəlağədə qeyd olunduğu kimi İmam Əli əleyhissalam buyurur: Tarixdə elə layiqli bəndələr olub ki, Allah Teala onlarla əql və əndişə qüvvəsi ilə danışıb. İmam Əli əleyhissalamın bu barədəki kəlamı belədir: Allah Teala'nın hər bir əsr və zamanda, xüsusilə peyğəmbərlərin mövcud olmadığı dövrlərdə elə bəndələri vardır ki, onlarla ilham yolu ilə, əndişə və əql qüvvəsi ilə danışır, onların gözlərini, qulaqlarını və qəlblərini ayıqlıq nuru ilə işıqlandırır. Layiqli bəndələrin xüsusiyyətləri Şabaniyyə münacatında belə qeyd olunur: Pərverdigara, məni o kəslərin cərgəsində qərar ver ki, sən onları çağıranda sənə cavab verərlər. Onlara diqqət yetirəndə sənin cəlalının nurunun təcəllisi onları bihuş eləyər. Sən gizlində onlarla sirlərdən danışarsan, onlar da aşikarda sənin üçün əməl eləyərlər. Cavan oğlan olan Rəcəbəli əmmarə nəfsinin əlindən və şeytanın tələsindən xilas olduqdan, bəsirət gözləri açıldıqdan sonra Allahın layiqli bəndələrinin sırasına keçir və bundan sonra bəzən yuxuda, bəzən də ayıqlıqda Allah Teala'nın hidayət edici imkanlarından, Allah yolunun ixlaslı bəndələrinə və həqiqi mücahidlərinə məxsus olan hidayətlərindən bəhrələnir. Bu hidayət növü Peyğəmbər Salavatullah'dan nəql olunan bir hədisdə belə bəyan edilir: Allah Teala bir bəndəsinin yaxşılığını istəsə, onu dində fəqih və agah qərar verər. Bu yolu ona ilham eləyər. Məkruh fikrin yüksək həddi. Allah Teala'nın xüsusi tərbiyəsi altında qərar tutan şəxslər üçün ilahi hidayətin bərəkətlərindən biri də onların öz eyblərindən agah olmasıdır. Peyğəmbər Salavatullah'dan nəql olunan hədisdə belə buyurulur: Hər vaxt Allah Teala bir bəndəsinə yaxşılıq eləmək istəsə, onu dində fəqih və agah, dünyaya etinasız və öz eyblərinə bəsirətli eləyər. Şeyx də xüsusi ilahi tərbiyə mehrəvində qərar tutduqdan sonra bu ilhamdan bəhrələnmişdir. Ayətullah Fehri nəql eləyir ki, Cənab Şeyx belə buyururdu: Bir gün bir iş görmək üçün bazara getdim. Beynimdən məkruh bir fikir keçdi, lakin dərhal tövbə elədim. Yol əsnasında şəhərin kənarında odun daşıyan dəvə karvanı mənim yanımdan keçəndə, gözlənilmədən onların biri mənə təpiy atdı. Özümü kənara çəkməsəydim, mənə xəsarət yetirəcəkdi. Məscidə getdim. Beynimdə bu sual dolaşırdı ki, bu hadisənin mənşəyi nə ola bilər? İstira və yalvarışla ərz elədim: Pərverdigara, bu nə idi? Məna aləmindən mənə deyildi. Bu beynindən keçirdiyin o pis fikirlərin nəticəsi idi. Dedim, axı mən günah iş görmədim. Deyildi, o dəvə də səni vurmadı. Bu hekayəni şeyxin müridlərindən 2 nəfəri azacıq fərqlə nəql eləmişlər. Bizim qeyd elədiyimizdə Ayətullah Fehrinin nəql elədiyinə uyğun idi. Fərq yalnız bundadır ki, məkruh sözü sair mətnlərdə qeyd olunub. Bələm Bauranın talehinə düçar olmaqla təhdid. Şeyxin müridlərindən biri də Zəncanın imam cüməsi Ayətullah Ağa Mirzə Mahmudi idi. Çox fəzilətli şəxs olan Mirzə Mahmud, mərhum Mirzə Naininin tələbələrindən biri idi. Belə fəzilətli bir şəxs də rəsmi təhsildən bəhrəsi olmayan, lakin öz növbəsində ləyaqətli və insani nuraniyyətə, qəlb səfasına malik olan bir şəxsə mürid olmuşdu. Şeyx bir gün buyurdu: Zəncanın imam cüməsi və zahirdə Tehranın möhtərəm sayılan şəxsiyyətlərindən bir qrup bura gəlmişdilər. O öz yoldaşlarını təqdim elədi və bu gediş-gəliş nəticəsində məndə bir halət baş verdi. Fikirləşirdim ki, elə yerə çatmışam ki, böyük şəxsiyyətlər mənim görüşümə gəlirlər və gecə qəribə bir hala düşdüm, vəziyyətim pisləşdi. Ağlayıb yalvarmaqla Allah Teala'nın dərgahına üz tutdum. İlahi mərhəmətlə bu batini səfa yenidən bərpa olundu. Mən fikrə daldım ki, əgər bu halət davam eləsəydi, onda mənim vəziyyətim necə olardı? Mən nə üçün belə olmuşam? Bu fikirdə idim ki, Bələm Bauranı mənə göstərdilər və dedilər: Əgər bu halət davam eləsəydi, sən də onun kimi olacaqdın. Çəkdiyin zəhmətlərinin hamısının nəticəsi bu olacaqdı ki, həmin şəxsiyyətlərlə məşhur olardın. Bu halda sənin dünyan olacaqdı, lakin axirətdə heç bir şey sənə nəsib olmayacaqdı. Bələm Baura böyük bir alim idi. Onun duası dərhal qəbul olunurdu. Onun 12.000 nəfər tələbəsi var idi. Lakin həvai nəfsinə itaət eləyib
yaşayıb dünyapərəstlik meyillərinə malik olduğundan öz əsrinin zalım padişahına kömək elədi. İş o yerə çatdı ki, o Hz. Musa əleyhissalamın qoşununa qarğış elədi. Qurani Kərimin bu ibrətamiz əhvalata işarə eləyərək onu itə oxşadır. Ərəf surəsi 176-cı ayə. Bu hadisə keçib getdi. Cümə günləri bizim yığınacağımız olurdu. Bir gün yığınacaq günortaya qədər uzandı. Ev sahibi və dostlar dedilər, elə burada günorta yeməyini yeyərik. Biz də qəbul elədik. Sonraki həftə yenidən yığınacağımız günortaya qədər davam elədi və yenidən süfrə salındı. Təbiidir ki, bu dəfəki süfrə keçən həftəyə nisbətən daha rəngarəng idi. Bu hadisə bir neçə həftə təkrar olundu və hər dəfə süfrə əvvəlkiyə nisbətən daha çeşidli və rəngarəng idi. Süfrənin ortasında bir ədəd kərə var idi və hamının diqqətini özünə cəlb eləmişdi. Mən öz-özümə fikirləşdim ki, bu süfrə mənə görə salınıb. Məclis özü mənə görə təşkil olunub və dostlar da bura mənə görə yığılıblar. Buna görə də mən onu yeməyə hamıdan artıq haqlıyam. Bu fikirlə bir qədər çörək parçası götürüb əlimi uzatdım ki, o kərəni götürəm. Gördüm ki, Bələnbavranın otağın güşəsindən mənə gülür. Dərhal əlimi çəkdim. Sən tox, qonşun isə ac. Şeyxin şagirdlərindən biri deyir ki, şeyxin belə buyurduğunu eşitdim. Bir gecə röya aləmində gördüm ki, mən müqəssir kimi tanınmışam. Məmurlar gəldilər ki, məni zindana aparsınlar. O gün çox narahat oldum və bu yuxunun səbəbini bilmək istədim. Allah Təalanın inayəti sayəsində başa düşdüm ki, bu yuxu mənim qonşumla əlaqədar baş verib. Öz əyalımdan istədim ki, bu barədə axtarış eləyib bir xəbər gətirsin. Qonşum bənnalıqla məşğul olurdu. Məlum oldu ki, bir neçə gün işsiz qalıb və keçən gecəni özü və əhli əyalı ac yatıblar. Mənə deyildi, vay olsun sənə, sən gecəni tox, qonşuların isə ac yatdı. O zaman mənim 3 abbası ehtiyat pulum var idi. Dərhal məhəllədəki dükançıdan bir abbası da borc eləyib verdim. Sonra üzrxahlıq eləyərək xahiş elədim ki, hər vaxt işsiz qalsa və pulu olmasa məni xəbərdar eləsin. Övladını Allaha görə istə. Cənab Şeyx bir dəfə buyururdu, bir gecə gördüm ki, zülmət pərdələri vücudumu bürüyüb, öz məhbubuma yol tapa bilmirəm. Araşdırma apardım ki, görəsən bu hicablar hardan yaranıb. Təvəssül eləyib çoxlu axtarış apardıqdan sonra məlum oldu ki, keçən gecə övladımın gözəl və rəna qiyafəsini görməklə atalıq məhəbbətimin coşmasının nəticəsidir. Mənə deyildi, onu Allaha görə istəməlisən. Mən də bu işdən peşman olub istiğfar elədim. Qidanın zülməti. Şeyxin müridlərindən biri belə nəql eləyir. Şeyx dostlarından birinin evində təşkil olunmuş yığınacaqda söhbətə başlamazdan əvvəl özündə zəiflik hiss eləyib bir qədər çörək istəyir. Evin sahibi bir lavaşın yarısını gətirir və o da deyib söhbətə başlayır. Sonraki gecə şeyx buyurur, keçən gecə imamlarımıza salam verdim, lakin onları görmədim. Təvəssül elədim ki, görəsən bunun səbəbi nədir? Məna aləmində deyildi, o çörəyin yarısını yediyin zaman bədənindəki zəiflik aradan qalxdı. Bəs nə üçün ikinci hissəsini də yedin? Bədənin təbii ehtiyaclarının təmin olunması qədər yeməyin eybi yoxdur, lakin ondan artıq yeyilməsi ruhun zülmətə düşməsinə səbəb olur. İkinci bölmə, 3-cü fəsil. Mənəvi kamallar. Hədislər məcmuəsində Qurbi Nəvafil adı ilə tanınan bir məşhur hədis var. Bu hədisi sünni və şiə hədisçilər azacıq fərqlə Peyğəmbər Əkrəmdən salawatullahdan nəql ediblər. Hədisin məzmunu belədir. Allah Teala buyurur, bəndələrimdən heç biri mənim dərgahıma vacib əməlləri yerinə yetirməklə yaxınlaşdıqları qədər başqa bir yolla yaxınlaşa bilməzlər. Amma o müstəhəb əməlləri yerinə yetirərək mənim dərgahıma o qədər yaxınlaşar ki, mən onu sevərəm. Onu sevdiyim zaman onun eşidən qulağı, görən gözü, danışan dili, zərbə vuran əli olaram. Məni çağırsa cavab verərəm və bir şey istəsə əta eləyərəm. Qurbu Nəvafil hədisində nafilə deyildikdə vacib əməllərdən sonra yerinə yetirilən əməllər nəzərdə tutulur ki, insan mütləq kamala, mənəviyyatın yüksək mərtəbələrinə doğru sövq eləyir.
Bu hədisə əsasən insan Allah xatirinə yaxşı işlər yerinə yetirməklə mərhələ-mərhələ mütləq kamala və bəndəçiliyin son həddinə yaxınlaşa bilər. Gözləri Allahdan başqası üçün bir şey görməz, qulaqları Allahdan başqası üçün bir şey eşitməz, dili Allahdan başqası üçün bir şey deməz və qəlbi Allahdan başqası üçün bir şey istəməz. Başqa sözlə desək, insan öz iradəsini Allah Teala'nın iradəsində fani və təslim elədikdə, Qurb-u Nəvafil hədisində qeyd olunan tədbirlərə əsasən Allah Teala bəndənin görən gözü, eşidən qulağı, danışan dili və fikirləşən qəlbi olur. Beləliklə də insan bir növ rübubiyyətdən ibarət olan übudiyyətin zatına nail olur, yəni bəndəçiliyin. Şeyxin buyurduğu kimi, əgər göz, qulaq və əl və digər üzvlər Allah üçün işləsə, ilahi mütləqiyyətə əsaslanan əzalara çevrilərlər. Nəhayətdə növbə insanın qəlbinə çatır ki, burada Allahın məkanıdır. Hədisdə buyurulduğu kimi, möminin qəlbi Rəhman Allahın ərşidir. İmam Hüseyn əleyhissalam belə dua eləyirdi: Pərverdigara, sən öz dostlarının qəlbini öz istək və iradənin məkanı qərar ver. Şeyxin başına gələn hadisələrin dəqiq şəkildə araşdırılması göstərir ki, Allahın razılığı xatirinə cinsi ehtiraslara və şəhvətlərə qarşı çıxmağın nəticəsində onda əzəmətli ruhi dəyişiklik və mənəvi irəliləyiş baş vermiş, ilahi tərbiyə, qeybi imdad və ilhamlar sayəsində mənəviyyatın yüksək kamal nöqtəsinə nail olmuşdur. Bəlkə də bu məsələ onun həmişə zümzümə elədiyi bu şeirlə əlaqədardır. Şeirin məzmunu belədir: Məktəbə ayaq qoyduğum ilk gündən sənin gözəlliyin məni irşad elədi. Məni özündə qərq eləmək istəyən dərya sənin kərəminlə imdadıma yetişdi. Mənim murdar nəfsim hər bir çirkinliyə meyl eləyirdi. Sənin mərhəmətin məni onun əlindən xilas elədi. Tövhiddə qərq olmaq. Şeyxlə 30 ilə yaxın bir müddətdə ünsiyyətdə olan şagirdlərindən biri deyir: Şeyxin tövsiyələrinə əsasən Ayətullah Kühistaninin görüşünə getdim. O müəyyən mətləbləri qeyd elədikdən sonra şeyxin barəsində belə buyurdu: Mərhum Şeyx Rəzəvəlinin malik olduğu hər bir şey tövhid sayəsində idi. O tövhidə qərq olmuşdu. Böyük alimlərdən, eləcə də şeyxin ziyarət elədiyi görkəmli şəxsiyyətlərdən biri də Ayətullah Kühistani idi. Cənab Şeyx onun barəsində buyururdu: Ayətullah Kühistanidən asimana doğru yüksələn bir nur çıxır. Bu görüşlərin birində mərhum Ayətullah Kühistani piyada gedib şeyxi təqribən 1 kilometrlik məsafəyə qədər yola salır. Sonralar Ayətullah Kühistaninin şeyxin barəsində danışarkən çox təvazökarlıqla deyərdi: O zamanlar bizim bəzi söhbətlərimiz var idi. Burada çox yerinə düşərdi ki, Ayətullah Kühistanidən baş vermiş çox qəribə bir hadisəni danışaq. Məşhur xətib Höccətül İslam Ağa Seyyid Qasım Şücai mənim üçün belə nəql eləyir: Rəşdin vaizlərindən olan cənab Sədrai Eşkəvəri ürək xəstəliyinə tutulmuşdu. Onu Rəşddən Tehrana gətirdilər və Tehranın Aban xəstəxanasında yatırtdılar. Bir gün mərhum fəlsəfi mənə zəng vurub birlikdə onun görüşünə getmək istədiyini bildirdi. Cənab fəlsəfi Eşkəvəri ilə görüşündə ondan soruşdu: Sizin maddi vəziyyətiniz necədir? Dedi: Həzrət Seyyid-ü-Şühada əleyhissalamın əta etdiyi bizi təmin eləyir. Dedilər: Bizim hamımız Seyyid-ü-Şühadanın süfrəsindən bəhrələnirik. O dedi: Xeyr, bizim hesabımız tamamilə başqadır. Cənab fəlsəfi biraz da maraqlanıb bu hadisənin nədən ibarət olmasını soruşdu. Cənab Sədrai dedi: Həzrət Seyyid-ü-Şühada İmam Hüseyn əleyhissalam mənə bir bağ əta eləmişdir ki, qocalıq çağlarımda oranın gəliri ilə dolanım. Ustad fəlsəfi dedi: Hardan bilirsən ki, onu İmam Hüseyn əleyhissalam əta eləyib? O belə cavab verdi: Mən o bağı satmaq üçün müqavilə yazıb, sonra Ayətullah Küstanini görməyə getdim. Onun yanına daxil olan kimi buyurdu: Sədra, nə üçün səltənət hədiyyəsini satırsan? Ona dedim: Ağa, mənim şahlarla heç bir işim yoxdur. Buyurdu: Bunu demirəm, məqsədim İmam Hüseyn əleyhissalamdır. Həqiqi səltənət məsumlarındır. Bunlar bu sözləri oğurlayıblar. Yadındadırmı, cavanlıq vaxtında İmam Hüseyn əleyhissalamın hərəminə getmişdin. Qəbrin baş tərəfində dayanıb, başını zərihə dayadın və dedin: Ağa,
Mən sizdən elə bir lütf istəyirəm ki, qocalanda onunla həyat və məişətimi təmin eləyim. Bu bağ həmin duanın nəticəsində sənə verilmişdi. Nə üçün onu satdın? Ağanın əlini öpdükdən sonra dərhal maşın tutub Rəşdə qayıtdım və yazdırdığım müqaviləni cırdım. İndiyənə qədər də o bağla məişətimi təmin eləyirəm. O vaxt mənim halım tamamilə dəyişildi. Qərarı aldım ki, cənab Ayətullah Kohistaninin huzuruna gedim. Həc mövsümündə bir ruhani kimi karvanların birində Məkkəyə getdim. Karvanda Təhmasibi adlı bir həkim var idi. Ona dedim: "Mən əvvəllər Ayətullah Kohistanini görmək istəyirdim, amma mümkün olmadı." O dedi: "Mən onun həkimiyəm." Dedim: "Nə yaxşı oldu. Burada əhd bağlayaq ki, İrana çatan kimi məni onun huzuruna aparasan." O dedi: "Mən gələndə o çox xəstə, qan təzyiqi də qalxmış idi." Bu sözdən sonra onun barəsində çox nigaran oldum. Nəhayət Ərəfata gəldik. Ərəfə duasını zümzümə eləyir və onun məzmun və məfhumuna diqqət yetirirdim. Nəhayət bu cümləyə çatdım: "Səni görməyən gözlər kör olsun." Bu zaman kövrəldim, gözlərimdən yaş axmağa başladı. Dedim: "Pərverdigara, mənim heç nəyim yoxdur. Lakin bilirəm ki, seyyidəm və bu seyyidliyimdən burada istifadə eləyirəm. Səni and verirəm cəddim Peyğəmbərin haqqına, Ayətullah Kohistaniyə şəfa ver." İrana gəldikdən sonra Ayətullah Kohistaninin görüşünə getmək istədim, lakin müyəssər olmadı. Məşədə getdim. Gecə saat 12-nin yarısında Darüssiyadətdə gördüm ki, bir qoca kişinin qoltuğuna girib gətirirlər. Soruşdum ki, o kimdir? Dedilər, Ayətullah Kohistanidir. Mən onu əvvəllər görməmişdim. Salam verdim və əyilib əlindən öpdüm. Mən əyilən kimi o əlini sağ çiynimə qoyub dedi: "Şücai, Allah sənin aqibətini xeyirlə qurtarsın. Ərəfatdakı duan bizə çatdı." Heyrətdən donub qaldım. Bütün bədənim tərlədi. Elə həmin yerdəcə oturdum. Həyat yoldaşım dedi: "Nə oldu?" Dedim: "Heç. Qoy bir qədər oturum." Təqribən yarım saat oturdum. Əzizlərim, Allahı şahid tuturam ki, Ərəfatda mənim yanımda heç kəs yox idi. Mən də ahəstə səslə, gözümdən yaş axan halda onu dua eləmişdim. O isə Həzrət Rıza əleyhissalamın hərəmində mənə deyirdi ki, Ərəfatdakı duan gəlib bizə çatdı. Bu mənim həyatımda çox qəribə və maraqlı bir xatirədir. Fəna məqamı. Uzun illər şeyxin huzurunda olan, onun mənəvi xeyirlərindən faydalanan doktor Həmid Fərzam onu belə vəsf eləyir: Cənab Şeyx Rəcəbəli kamil arif idi və ilahi eşqdə qərq olmuşdu. O nəfsinin saflaşdırılması və batini səfa nəticəsində fənafillah, yəni Allahda fani olmaq və bəqafillah, yəni Allahda əbədi qalmaq mərhələsinə nail olmuşdu. O şəriətin hökmlərinə, seyr-süluk və təqriqət məqamlarına əməl eləməklə Pərverdigarın inayət və mərhəmətinə nail olaraq həqiqət mənzilinə çatmışdı. Allah aşiqi. Şeyxin şagirdlərindən digər biri onu belə vəsf eləyir: Mərhum şeyx bütün varlığı Allahın əlində ram və müti olmuş şəxslərdən idi. O Allahdan başqa heç nə görmürdü. Hər nə deyirdisə Allahdan deyirdi. Kəlamının əvvəli də, axırı da Allah idi. Çünki o Allah peyğəmbəri və əhl-i-beyt aşiqi idi. Dediklərinin hamısını onlardan deyərdi. Müqəddəslik ilə aşiqlik bir-biri ilə tamamilə fərqlənən halətlərdir. Şeyx Rəcəbəli aşiq idi. Onun işi peşəsi Allaha məhəbbət, Allah üçün işləmək idi. Mənəviyyatda aşiq olan şəxslərin baxışları göstərir ki, onların gözləri adi gözlərdən tam fərqlənir. Sanki onlar Allahdan başqa heç bir şey görmürlər. Cənab Şeyx Allahdan başqalarından ləzzət almağı günah hesab eləyirdi. Qızmar yay günlərindən birində əlində tutduğu yelpiclə bir qədər sərinləşmək istəyirdi. Birdən nəysə xatırlamış kimi dedi: Pərverdigara, sənin zikir və yadından başqa olan hər bir ləzzətə görə, səninlə ünsiyyətdən doğmayan hər bir rahatlığa, sənin dərgahına yaxınlaşmaqdan başqa olan hər bir sevincə və sənə itaat eləməkdən başqa hər bir məşğuliyyətə görə səndən bağışlanmaq istəyirəm. Şeyxin şagirdlərindən biri onun Allah barəsində olan məhəbbətini belə təfsir edir: Şeyx Allaha o qədər aşiq idi ki, zəruri danışıqlar istisna olmaqla məhbubundan başqa bir söz danışmağa razı olmazdı
Bəzən Leyli və Məcnunun əhvalatını misal gətirib deyirdi ki, Məcnun Leylidən başqası barəsində söhbət olunmasına razı olmazdı. O deyərdi, Məcnundan soruşdular ki, haqq Əli ilədir, yoxsa Ömərlə? Cavab verdi, haqq Leyli ilədir. Şeyx yenə buyurur, əgər bu hadisə baş verməmiş olsa belə, həqiqətin başa düşülməsi üçün çox münasibdir.